Oşum 2022 iyun qəbulunun sualıdır. Yəni bu PDF-də çox sual düşür. Məsələn, bu sual da var. Yadından çıxıb deyirsə 23 dekabr ayıdır. Daha doğrusu bu üçüncü sual. B bölü 2. Hər nəysə, biraz tənliklərlə məşğul olacağıq. Tənliklərlə. Deməli, standartlardan anlayışlar verək. Bu dərs bilirsiniz də çox tələbəni qınamıram. Riyazi bazadan asılı olan bir dərsdir. Amma milyard faizə bilirsiniz ki, düşən bir temadır. Deməli, bizə deyir ki, A plus B nəyə bərabərdir? 7C-yə. C plus C-ni, ta öyrəşin də hamınız. C ilə C toplayanda 2C kimi yazın. C plus C A-ya bərabər, yəni 2C-yə bərabərdir A-ya. Və C-ni C-yə vurma da, bax bunun burası vurmadı. O şey olur, vuranda C kvadratı. Yəni, hamı bir nəfər kimi bunu belə yazmalıdır. Durub heç vaxt belə yazmayın ki, C plus C. O şimdi 2C adı C kvadratı B'dir. Tənliyimizi başlayaq həll edin. Yəni buradakı A-nı yerinə 2C-ni yazıram. Olacaq 2C plus B bərabərdir 7C. B də olacaq 5C. Təbii ki, ən axırda həmişə aparıb bu kvadratda istifadə edirik. Yəni deyək ki, C-nin kvadratı bərabər nə? 5C-yə və C-lər də ixtisar gedən kimi C bərabərdir 5-ə. Bunu hamı ta əzbər bilsin də. Bu C kvadratı bərabər 5C olanda kvadratla C gedir. Niyə gedir? Çünki C kvadratı bu deməkdir. C vur C bərabərdir 5C. Bilirsiniz ki, bu 5C-nin biri necə hesab edəcək? Ta əzbər bilin ki, davamını eləmirəm də, bilirsiniz də nə eləmirəm. Çünki C 5-də ta hamısı tapılır da. B olacaq 25 və yaxud buradan da 25 tapa bilər. C 5-də A 10-dur. Bəzən tələbələr deyir ki, müəllim, bu variantı axıra kimi getməz zaxda. Orasını bir zəhmət özünüz gedərsiniz də. Əsas o ki, yollarını tapa. Məsələn, ikinci sual da imtahana düşsə də bir dənə bu sualı mən çətin sual kimi qəbul eləmirəm. Standart riyaziyyatdır. Deməli, bu nədir burada? Yenə B plus B-dir də. Ona görə 2B yazdım. A-nı A-ya vuranda A kvadratı bərabərdir B-yə və A vur B bərabərdir 3C-yə. Bax yenə. Bircə səni bilən bunu düzəldim. Yenə, bax burada bax asan sualdır. Niyə asandır? Bax bir dənə C-ni yerinə, bax buradakı C-ni yerinə nə problemdir? Nə yazacağım bir dənə? 2B yazacağım. Yəni A vur B bərabərdir. 3-ü vururam C-yə, yəni 2B-yə. Və burada da B ilə də B ixtisar gedən kimi şurada A bərabərdir 6-ya. Düzdürmü? 6 ise B də nə olacaq? 36 olacaq və s. Yəni ona görə bir dənə balaca tənlik bu C-ni bax bura qoydum. Başqa heç nə eləmədik. Biraz bu ilk iki səhifə samballı suallar da hamısını biraz sizin çox işləyin bunlara. Bu hissələrdə zapsa vuram. YouTube izahı yoxdur. YouTube digər tənlikləri izah idi. 60 kimi qruplar idi. Bax bu da imtahan sualıdır. Milyard faiz qəbul sualıdır. Bax bu da deməli demirəm 2 saniyəlik sualdır. Deməli A plus C B böl 2-dir. B böl 2. B plus C bərabərdir 8A-ya. Sağdan da yazıram A kvadratı bərabərdir B-yə. O kvadrat görsün həmişə axırdadır. O soranın işidir. İndi öz qaydamızla deyək, tərəf-tərəfə neynəsək bu C-lər gedər. Nə demişdik? Onu həmişə onsuz da bilirsiniz ki, istifadə eləməlisiniz. Tərəf-tərəfə çıxmalıyam ki, C-lər getsin. Düzgün çıxına A çıxılsın B bərabərdir. B bölü 2-dən də çıxıram 8A. Məsləhətdir, kəsirlərlə işləməməyə görə hamıya aiddir. Həmişə belə eləyin. Əgər məxrəc 2-dirsə, bütün hamısını 2-yə vurun ki, o kəsir itsin. 3-dürsə 3-ə vurun, 4-dürsə 4-ə vurun. Yəni bu kəsir hansı rəqəmdirsə, mütləq ona vurun ki, neynəsin itsin. İndi 2 olduğuna görə mən bütün kəsiri 2-yə vuracam. 2A minus 2B. B bölü 2-ni təbii ki 2-yə vuram ki, o 2-lər getsin də qalır B. 8 anı da 2-yə vuranda 16A. Düzgün eləyək. Mənfi 16 sola müsbətdən keçir, olur 18A. Mənfi 2B-də sağa müsbətdən keçir, olur 3B. Və təbii ki 3-ə də böləndə artıq B bərabər olur 6A-ya. Görsə həmişə ən axırda o kvadratı işə salım. Həmişə ən axırda.
İndi tapandan sonra artıq hazırdır. Yenə A kvadratı bərabərdir B'yə, yəni 6A'ya. A'lar da gedən kimi A bərabərdir 6 olacaq. Dediyim kimi, demirəm 2 saniyəlik sual, amma sırf riyaziyyatdır da. Yəni burada qeyri-adi bir məntiq yoxdur, ancaq riyaziyyat sualıdır tənliklər sistemində. Sonra bir də bu diskriminant zat məsələsində indi izah edeyim bunda, qoy yaddan çıxmasın. Heç vaxt, heç bir misalda deyəcəm. Bu diskriminant zat istifadə eləməyəcəyik. Baxın, qabağımıza bəzən belə tipli suallar çıxır. Deyir A plus C bərabərdir 5B'yə. B plus B, yəni 2B bərabərdir C-yə və B-nin kvadratı bərabərdir A plus 4-ə. Müəyyən hissəni bilir. Yəni bu C-ni yerinə nə yazacağam? 2B-ni yazacağam. Yəni o dəqiqdir. A plus 2B bərabərdir 5B-yə. A da oldu 3B. Və həmin A 3B isə onu da gətirib bunun yerinə yazmalıyam. Mütləq. Yəni yazıram B-nin kvadratı bərabərdir. A-nı yenə 3B yazıram plus 4. Baxın, bax, hamıya aiddir. Bunun əslində orijinal yolu 3P plus 4 sola keçir, mənfi ilə 0-a bərabər eləyib diskriminanta gedəsiniz. Diskriminantı tapandan sonra x1, x2 tapılası. Yəni həmişə bunun 2 dənə kök olduğuna görə heç vaxt, yəni açıq sual kimi də, vəhşi açıq sual versə belə, təkcə B-ni açıq sual kimi soruşa bilməz ki, bu nədir? Çünki 2 dənə kök olur həmişə belə misallarda. Ona görə həmişə rəqəm qoyun. Çünki diskriminanta geçsəz də variant mütləq olmalı ki, qayıdıb həmin variantlara baxasınız. Da variantı 10 saat eləyəndən sonra bir baxacamsa, eləyində rəqəm qoyun da. Bəlkə siz deyəsiniz, B-yə nə rəqəm versək, bərabərlik ödəyər. 4. Ay sur. Yəni mən o diskriminantı enir, gedib ortaya çatana yaxın məndən tez o rəqəmi tapa bilərsiniz. Çünki 1 deyil, 2 deyil, 3, 9 deyil, 4-də hə. 4-ün kvadratı olanda oradan da 16. 3-ü də 4-ə vurub üstünə 4 gəndə 16. Yəni hamıya aid ki, işsiz riyaziyyat müəllimi işin dəxli yoxdur. Diskriminanta getməyə heç bir halda ehtiyac yoxdur bu misallarda. Yəni mənasızdır. Rəqəm qoyun. Kvadrat, kub, qüvvət gördünüz. İstəyir A, C, B, A, kim hara imtahan verir, fərq yoxdur. Rəqəm qoya bilərsiniz. Qoymalısınız daha doğrusu. Bir də bunu elədik şu şey. İyonik qəbul idi. Bunu elədik. Bir dənə də var idi burada. Hə, bir dənə də iri suallardan biri. Deməli, burada sol tərəfdə verib ki, B plus C A-dır. Sonra verib ki, A vur B bərabərdir K-ya. A vur C bərabərdir elə. B kvadratı bərabərdir A plus 4-ə və C kvadratı bərabərdir A minus 1-ə. Yenə öz qaydamızla həll eləyək. Tərəf-tərəfə neyniyək? Bax, burada A-lar ixtisar geçsin. Neynəməliyik qayda qanundan? Deyin də, neyniyə A-lar geçsin? Və bu da qəbul sualdır. Bax, sizə başqa açıq qəbullar da göstərəcəm. Ən çox bu tipli suallar düşür. Təbii ki, tərəf-tərəfə çıxanda deyin görək C kvadrat, B kvadrat çıxsın C kvadratı bərabərdir nə olacaq? 5. 4-dən mənfi 1 çıxmalısınız. O qədər olur ki, tələbə gülşüm gəlir, 4-dən mənfi 1 çıxıb durub 3 yazır bura və onunla da misal getdi. Bildiniz. İndi bunu bir dənə keçən dərsdə də dedim, kvadratlara rəqəm qoyanda belə tez bazar qoya bilərsiniz. Neçənin kvadratı minimum 5-i keçir? B-yə neçədən başlayıb rəqəm verməlisiniz? 3. 3. Minimum 3-dən başlayır. 3-ün kvadratı 9 plusın 2-nin kvadratı. Amma müəllim, mən belə istəmirəm. Mən istəyirəm riyazi yol eləyək. Eləyək də. Çünki o biri bundan əvvəlki tənlikdə eləmişdi 50 dəfə. Açılışı nə idi? B minus C, B plus C. Kim deyər? Sonra neyini idik burada? Neyini idik? Bu Birincinin 5 olduğunu. kvadratı. 1 5 idi də demişdik. Bəli. Sadə ədəd olduğuna görə Ayşe, nəyinə vuranda 5 eləyir? Ancaq biri 5-ə. Yəni Biri aza 5'e. az, çoxa çoxu yazmalısınız. Ona görə bunda əslində tam riyazi yolu budur. B minus C deyil 1-dir.
B plus C deyir 5'dir. Tərəf-tərəfə toplayanda da 2B bərabərdir 6. B də nə oldu? 3. Bax görürsünüz mən bura gələnə qədər siz məndən tez rəqəm qoyub tapa bilərsiniz. Mənə lazım təbii ki imtahanda, yəni vaxtı udmaq da, yəni kim necə istəyir. Mən sizə hər bir yolu izah elədim. Yəni orijinalı budur. Riyazi yolla gedə bilərsiniz. Təbii ki B 3-dürsə C də tapılır, A, C tapılanda hamısı tapılır. Çünki B ilə C tapılanda A da tapılır və s. Bunu tam yolu budur. Yəni gözlüyün tapa bilsəydim yaxşı olar. Əvvəllər də çox düşürdü bu tipli şeylərdən. Bu görün bir saniyə. Ee, bir dəqiqə. Görün burada nə var? O tərəf-tərəfə çıxanda imtahanda yanındaydı. Hə, bax, nə tər tapdım. Bax, bir saniyə. Bax, bu 48-ci sual. İmtahan sualdır bu da. Əslində bazası yaxşı olan bir tələb idi. Prosto tərəf-tərəfə çıxanda səhv eləmişdi orada. Bizə verib ki, A minus C 3'dür. Bu dursun orada. O mənə lazımdır. Çapda prosto pis gedib mən yazanda. Balaca A, bu böyük A da eyni A'dır. Yəni A'nın kvadratı bərabərdir B plus 12. Baxın, eyni sualdır. C'nin kvadratı bərabərdir B minus 6. Hələ bu indi kitabda elədiyimizdən daha sadədir qəbul. Hə, yenə nə edəcək bunu? Doğrudan sadə daha. Çünki kitabdakı çox çətin idi. Axıra kimi istəyirdi bizdən. Amma bu niyə sadə? Tərəf-tərəfə. Tərəf-tərəfə çıxanda axıra kimi getməyimizi istəməyəcək bizdən. İndi 12-də -6 çıxıb imtahanda 6 yazmışdı. Ona görə ilişmişdi. Nə olacaq? 18. Və açılışı A minus C, A plus C 18. Niyə axıra Mən kimi aldım. getmək istəmir? Baxın, deyir A minus C-ni 3 Bir vermişəm də. Bəs A 6. plus C nədir? 6. Görürsünüz onu soruşur sizdən. Evet. Qəbul sualdır. Amma bizim bu PDF dedim də bu çətin PDF-dir doğrudan. Görürsüz bu öz PDF-imizdə bu düz axıra kimi istəyir. Hər şey get A-nı, B-ni, C-ni tap, sonra K-nı, L-i tap ki, çıxa biləsiniz. Yəni o bundan biri. İndi söhbət açılmışkən biraz oradan kənara çıxaq. Deməli, imtahanlarda bəli, bəzi sual tipləri olur ki, rəqəm qoyub almaq mümkün olmur. Ancaq riyazi yolla eləmək olur və 100% isə belə suallar imtahanlara düşür. Bir saniyə. İlk dəfə buradan başlamışdı. 20-ci ilin dekabrı. Çıxan dedi, ay müəllim, səhv sualdır, rəqəm qoymalımı? Artıq qəbullanın ki, bəli, imtahana vurma varsa rəqəm qoyursunuz. Əgər görsəz ki, 2 vur 8, nə bilim 11 vur 6, 5 2 evronunu nə qoysaz, burada ödəmirsən, yəni alınmırsa, demək ki, riyazi yolla ancaq almaq lazımdır. Yəni bizə deyir ki, A plus D 13'dür. B plus C 6'dır. Və şərtlərə baxın, verilənlər A vur B plus D vur C, verilənlər də A vur C plus B vur D. Bəs mən bütün bu vurmaları yaratmaq üçün sizə nə etməliyəm bunları bir-birinə? İstəyirəm ki, AB də yaransın, DC də yaransın, AC də yaransın, Vurmalıyım. BD də. Yəni oradan tutmalısınız ki, mən məcburam ki, bunları tərəf-tərəfə nə edeyim? Vurum, mütləq. Vurma da qeyri-adi bir şey deyil ki, normal bir şeydir da. Yəni mötərizədə vura A plus D-ni, vuraq B plus C-yə, cavabı da vuraq bir-birinə. Hə, bir dənə açanda görəcəksiniz, asan da olacaq şey. AB plus AC. A-nı vurdu, qurtardım. D-ni vuram. DB plus DC. Hə, hazırdır. A vur C nədir bizdə? 16. Bəs D vur B nədir? 10. Bəs bu 26-nı sağa atanda elə sualımızın cavabı çıxır, çıxmır. 78-dən də 26 çıxanda nə edir? 52. Tərəf-tərəfə nə elədi bir dənə? Vurdu və mötərizəni açan kimi verib. Baxır imtahan səviyyəsinə, bəli, düşmə sualların səviyyəsinə. Bax, bayaq 22-ci iyul açdıq, dedim, kitabdan düşmüşdü. Orada tənliklər sistemi 2 dənə idi. Biri bundan idi, kopya bundandır. Gəlin göstərim. Amma daha biraz sadə idi. Baxın. 2 dənə düşmüşdü, bax. Bir nədir? 7-ci sual. Bir də budur. Niyə sadədir? Görürsünüz özü sizə şərt verib onsuz da sağ tərəfdə bir saniyə. Sizə onsuz da sağ tərəfdə şərt verib. Deyir ki, bir dənə bu mötərizəni vuraq. Əslində valla inşallah düşsün, çox sadədir. Bir dənə vurub açan kimi hazırdır. Misal. Baxın,
AC plus AD plus BC plus BD. Heh, verib də burada. AD nədir bizdə? AD-ni yerinə yazıram 20. BC-ni də yerinə yazıram 18. 78-dən də bu 38-i çıxanda elə sizdən də bu sualı soruşur. Bildiniz. Nöqtəsini belə dəyişməmişim. İmtahan sualıdır. Yəni dediyim odur ki, baxır da sualın düşmə variantına. Bir də kökaltı məsələsi var. Biraz burada o zapsı atacağım sizə. Səhvlik var. Deməli, 128-ci səhifədir. Hə. 10-cu sualda sual səhv düşür. O misal düz olduğuna görə onu işləyəcəyik. Amma 14-cü sualda səhvlik var. Çünki kök altına y plus d 34-dürsə, kvadrata yüksəldəndə y plus d gərək 34-ün kvadratı deyilsin. Əslində bu tərsinə olmalı idi. Y kvadratı plus d kvadratı 5-in kvadratını 3-ün kvadratını 34 eləyir. 4-dən də 5-in kvadratının üstünə 4-ün kvadratının yanına 41 eləyir. Nəysə, girişmində, yəni misalın özündə səhvlik var. Amma 10-cu sualda S-ni soruşur, amma sual əslində kitabda düzəltmişlər. Sual əslində y kvadratı. Ona görə bir dənə sonra screen deyiləcəksiniz. Bu onu eləmək lazımdır. Çünki misalın özündə səhvlik yoxdur. Hə, kök altı misalları biz bundan danışmışdıq. Bir daha deyək, kök altı məsələsini bir daha təsdiqləyək. Deməli, kök altılarımızı çəkək bir dənə. Bir də verib kök altında. Belə. İndi bizə deyir ki, kök altında A plus B, A plus B bərabərdir 4-ə. Kök altında B plus C bərabərdir 3-ə. Kök altında A plus C bərabərdir 11-ə. Kök altında da A vur C, AC'də olsun bərabərdir Y-yə. Ne edirdik dedik bir dənə həmişə kök altıları kvadrata yüksəldirdik. Kvadrata Kvadrata yüksəldir. Qaydamız həmişə budur. Yəni bunun qeyri-adi bir şey yoxdur. A plus B oldu 16. B plus C oldu 9. A plus C oldu. Kök altı 11-in kvadratı özüdür. 3 dənə olanda nə edirdi? 2A, 2B, 2C toplayıram 36. Və ən çox tələbələr bir daha deyirəm. Deyir, müəllim, bura kimi gəldimi? Sonra gedəmədim. Sonra gedəmədim demin də. Libo ikisinin altından xətt çəkin. Hansını istəyirsiniz? İstəyirsə A plus B, B plus. Onsa yuxarıda vardı o. Yəni dayanmayın. Misalı axıra kimi nə eləmək lazımdır? Eləmək lazımdır. Burada ikisinin altından xətt çəkdi. A plus C bir saniyə. A plus B, B plus fərq yoxdur. A plus B nədir bizdə? Bax, 16. Onda C nə olacaq? 2 olacaq. Yəni, artıq misalda birini tapırsınızsa, bilirsiniz də hər şey tapılır. Çünki burada C2-dirsə, B nə olacaq burada? 7. C2-dirsə, A da nə olacaq burada? 9. Belə. İndi məsələ nədən ibarətdir? Sual C2-dir. Hamı deyir ki, müəllim, yoxdur axı cavabda. Ona görə sual səhv düşüb sadəcə. Sual Y kvadratıdır. Və biz də bilirik ki, A-nı C-yə vuranda, yəni 9-u nəyə vuram? 2-yə. Kök altında 18 bərabərdir y-dirsə, bəs kvadrata yüksəldəndə elə y kvadratı nəyə bərabər olacaq bu sualda? 18-in özünə. Cavab zat düzdür hamısı. Dediyim kimi səhvlik odur ki, C vermişdi. Halbuki sual y kvadratın sualdır. Kök altıların bircə dənə yolu var. Yazan kimi kvadrata yüksəltmək. Bir dənə bunu təsdiqləyə, birdən bilməyənlər olar. Amma belə kök altının kvadratları 2 kök altının kvadratı. Yəni 2-nin kvadratı normalda 4 eləyir. Vurursunuz kök altı içindəki rəqəmə, yəni 8. Nə bilim, 3 kök altda 5 verirsə, 3-ün kvadratı 9-dur, 9-u vurursunuz 5-ə. Yəni əslində hamısının kvadratı yüksəlir. Burası buranın normal kvadratı nədirsə, kök altının kvadratı həmişə içindəki rəqəmdir. Belə. Bu da getdi. Bir dənə burada belə bu sadə suallar da var ha, uşaqlar. Mən görsün ancaq çətindən zapsa vuram. Bax, adi vurma cədvəllərdir. Deyir ki, A vur C bərabərdir C-yə. B vur B bərabərdir 4-ə. İndi B-ni bilirsiniz də 1, 2-dir. Və C-ni A-ya vuranda C eləyirsə, A nədir burada? 1-dir. A 1-dir, B 2 isə C 3-dür. Və yaxud
Sağdakı 4-ü nəyə vuranda 32 eləyir? Yəni sadə suallar çoxdur. 7-yi nəyə vuranda və yaxud 7-yi nəyə vuranda 42 ilə hamısı tapılır. Bu belə. Burada yalnız bir dənə bu sual izah olunacaq. Əslində biraz mənasız sualdır. İşarə qoyduğuna görədir vəziyyət. Deməli, burada məsələ nədən ibarətdir? İndi həvəslənərsiniz ki, mən burada nə problem var? Mən tapıram da B4-dür. B4 olanda nə olacaq ki? C-yə 9 deyərsiniz ki, məndə onda vurma yoxdur, 100% toplamadı. C 9 olsa bu gərək nəyə çıxsın? Mənfi çıxsın. Və təbii ki, variantda da bir şey almaq olmur. Açıq sual olsaydı, hər deyərdi ki, mən belə düşünmüşəm, almışam. Yadınızda saxlayın. Ümumiyyətlə, hərflərin arasında işarə görsəz, heç vaxt rəqəm qoymağa çalışmayın. Ancaq riyazi yolu var. Riyazi yolda nədir? Bunu çaşdırma olsun verib. Mötərizəni riyaziyyatda necə açırsınız, o qaydada açmaq lazımdır. Yəni, C üçbucaq A plus C üçbucaq B plus 4. Bəs varmı C üçbucaq A-nın cavabı? Nədir orada? 7. C üçbucaq B-nin cavabı nədir bizdə? 13. 7, 13, o da 4. Toplayanda neçə eləyir? 24. Baxın, bir daha deyirəm. İşarə əslində məntiqsizdir. Ay müəllim, bu vurma üçün veribsə və niyə vurmada alınmadı? Bir daha deyirəm, bu məntiq sualıdır. Bu formatda verib. Nə vaxt hərflərin arasında işarə görsəz, heç vaxt rəqəm qoymağa çalışma, onsuz da heç vaxt alamayasınız. Bir dənə mötərizəni eləməsi açmalısınız. İndi mən də istəyirəm ki, 2 dənə cəmi, özü başqa heç bir PDF-də yoxdur. Birini mən elədim, o birini siz eləyin. 2 dənədir, indi deyəcəz tək düşsün. Bax, biri də burada olmalı. Bir dənə 12-ni özünüz eləyin. Yəni bir dənə sualı açın. Onun da hazır olacaq. Hakikaten. 14, 16. Bak. 30. 30. 30'dan. Bəli. Bir dənə mötərizə açısı olur adi uşaq sualı. A ulduz B plus nə olacaq? A ulduz C. A ulduz B nədir bizdə? 14-dür. A ulduz C də nədir? 16-dır. Anladı hamı. İndi yolun biləndə görürsünüz rahat sualdır da. Yolun biləndə nə var ki, deyəsi tək düşsün. Amma indi siz bura nəsə riyazi yol eləməyə çalışır, heç nə eləyəməzsiniz da, yəni tapınmazsınız. Belə şeylər var. Bu da belə. Bir də ki, məntiqlər də çıxacaq ha, qabağıca. Bax, bunlar məntiqlərdir. Bax, bu 14 var ha, imtahanın özünə düşür. Ümumiyyətlə, buradan dəhşət dərəcədə çox sağlıqlar qəbulları. Prosto o qədər vaxt yoxdur ki, bütün PDF-ləri biz eləyə bilirsiniz, bu mümkün deyil. Bu sual da imtahan sualdır. Sətr üzrə də artır, sütun üzrə də artır. Sətr üzrə gedəmirəm, çünki 2 dənə məhsul var, problem yaradır. Buna görə silsilən sütun üzrə getməliyəm. Mənə deyin, balacadan tapmaq asandır, yoxsa böyükdən tapmaq? Hansı rahatdır sizin üçün? Böyükten. Deyin, 7-dən tez 20, 20-dən tez 59 alın. Bir vururuq, bir çıxırıq. Sen çıkıp verilmeli. Hamısını 3-ə vurur, 1 çıxır. Və hamısı belədir. Başa düşün, niyə balacadan almaq çətindir? Çünki 1-dən 2 alanda biri nə biləcəksiniz, durduğu yerdə 3-ə vurur, 1 çıxır. Ona görə mən nə bilim, 1 gəlib, kvadratın üstünə 1 gəlib. Yəni balacadan tapmaq çətindir. Həmişə ən böyüklər hardadır, oradan girişir. Bu həmişə daha rahat olur. Belə. Dediyim odur ki, silsilələr çox olacaq. Nə bilim, bu 15-ci sualda heç bir sətirdə bir sütunda 2 məhsul yoxdur deyəndə, demək ki, bunu belə də getmək olar, belə də. Burada nə edib sizcə? Diğerleri bitirsin. Mən 4 ilə 8-i toplayıb 12 eləyib, 8 ilə Yaxşı. 12-ni toplayıb 20. Düzdür. Özünə əvvəlki nə edib? Toplayır yazır. 8, 12 belə. Bunu mehvarə, sütun da gedə bilər sana, eyni şeydir. 4-dən 6, 10. 6 ilə 10, 16 bildiniz. Yəni 6 ilə 7 də 13 eləyir, 8 ilə 7 15 eləyir. Fərqi yoxdur. Belə də belə də. Silsilələr çox olacaq. İndi bir saniyə. Bir də bu tipli bir şey var. Bax, mən sizə bir dənə operatorun və bir də digər sualın fərqini başa salmaq istəyirəm. Baxın, bu 16 ilə 13-ün fərqinə baxacağıq təbii ki, bu sualda. Əgər ortada bir işarə qoyubsa, bu operatordur.
Yəni deyir ki, 8-dən 7-dən 41-i elə al ki, hamısı eyni olsun. Nə bilim 5-dən 4-dən də 11 almalısınız. Bax, operator budur. Ortada bir dənə sınaq olarsa. Deyin görüm Aa, necə alır? deyim müəllim, 7-ni 8-ə vurub 56, çıxıb 8 ilə 7-nin cəmini. Düzdür. Hasilindən nə çıxıb burada? Öz Cəmi. cəmin çıxıb. Bu şəkildə. E, yəni demək istədim o ki, birin nəsə hamısı eyni olmalıdır. Bəs bu 13 nədir? İndi bunun tarifi olsun. 13-cü tipli suallar çox olacaq, qabağımıza çıxacaq. Bu nədir? Deyir ki, bax buradakı 3 dənə rəqəm var ha. Bax buradan bir dəfə bu sütun al, bir dəfə bu sütun al, bir dəfə də bu sütun al. Əslində problem bir şey deyil, amma yolun bilir. Yəni mənə 4-dən 15, 12-dən 47 almaz. Təbii ki, böyükdən deyim. 12-dən 47 tez alın. Vurub 4-ə çıxıb 1-i. 4-ə vurub. Vurub 4-ə, çıx 1-i. Bir saniyə. Vur 4, çıx 1. 4-ə vurdum, 1 çıxdım. Bu 27. 12-dən 140 alın. Yəni indi ulduzun sütununu alın. Hmm. Nə göç tapdınız ki, 12-dən 140-a Kvadrata gedir. yüksəldib 4 çıxıb da. Bəli. Çünki Hə. 140 böyükdür. Deməli kvadrata yüksəldib 4 çıxıb bu da. Kvadrat 7-nin kvadratından 4 çıxıb, 4-ün kvadratından da 4 çıxdı. Bəs 7-dən də 24 alın. Vurub 3-ə, üstə gəlib 3. Vurub 3-ə, 3-ə. Görürsüz, həmişə böyüklərə sual verirəm sizə. Çünki mən 4-dən 15-i kvadratından 1 çıxdı ala bilərəm, 4-ə vurub 1 çıxdı ala bilərəm, 3-ə vurub 4 gəlib də ala bilərəm. Ona görə böyükdən tapmaq yaxşı. İndi gözləyin. Bax, bu sütun üzrə getdi. Çünki yuxarıda verilib hamısı. Və təbii ki, sətr üzrə də ola bilər. Gözləyin. Nədir? Burada var. Tələsməyin. Yolun bilin ki, indi sətr üzrədir. Bax, bu 4 dənədən deyir ki, bir dəfə bu sətr almalıyam. Bir dəfə bu, bir dəfə də bu. Mənə 6-dan 35 almayın. O dəqiqə başlayacaqsın müəllim. Kvadratı minus 1. Mənə 14-dən 75 alın. Vurup 5. Nə? Nə bir gəlib, müəllim. 5'e vurup Vurup 5 yani. Hə, eyni Bilmem. şeydir. Üstünə bir gəlib də vura bilərsən. İndi o 5-ə vurmaqla deyək, o daha yaxşıdır. Yəni bizim qayda nədir? 6-dan 35-in yolu çoxdur, amma kvadrat deyə bilirsən. Amma 14-də görürsüz, nə plus neçə deyəmirsiniz, nə də ki, kvadrat deyəmirsiniz. 100% nəyəsə vurub. Nəyəsə vurmaq da nə deməkdir? Ən yaxına vurması. Deməli 14-ü ən yaxın 5-dir. Yəni 5-ə vurub 75 gəlib. 6-nı 5-ə vurub 5 gəlib, 9-u da 5-ə vurdum 5 gəlib. Ka nə oldu burada? 50. İndi 9-dan 40 almalısınız, 14-dən də 60 almalısınız. Çıxıb da 75-ə vurub. Bu dəfə də 5-ə vurub 5 5-ə çıxıb. vurub 5 çıxıb. Hər dəfə Bu 60 deməkdən alınır. ürəyim ağrıdı ucu. Deyirəm ki, böyükdən 60, tapın. 66. Ama 14-dən 14. 60 alın. 14 oldu. Burada 5'e vurup 10 çıkıp. Müəllim vurub 4 üstünə 4 4-ə gəlib. vurub. 4-ə vurub. 4-ə də. 4-dən başqa bütün hər şeyi vurdunuz Sənə bayaqdan. gəlib. 5-ə vurub 5-ə, 4-ə vurub 4 gəlib, 9-dan da 30 sadədir da. Bilirsiniz, bu da nə edib? 3-ə vurub 3-ə vurub 3. 3 gəlib. Məsələ nədir? İndi evdə axtarıb çoxunuz tapa bilərsiniz, amma yolun bilin ki, bəzən tələbə bilsin nə səhv deyir. Deyir ki, mən bundan bunu aldım, çalışdım 75-dən də 60 almağa. Elə şey yoxdur da, hamısını yuxarıdan almalısınız. Amma ortada yəni bir dənə zınaq görsəz, bir dənə. O şey operatordur. Yəni biri nədirsə hamısı eyni getməlidir bu şəkildə. Bir saniyə. Bax, görürsün burada da var. Nə dedim bayaq? Dedim ki, hərflərin arasında işarə görsəz, hərflər heç vaxt rəqəm qoymağa çalışın. Görürsüz, yenə alın bu. Mən nə bilim, A-dan A-dan 7 necə alıb? O dəqiqə deyəcəksiniz, mən 3.5. Ona görə heç ikinizi yayındırın, heç ora baxmayın. Ancaq sualdan istifadə edin. Və çətin sual deyil. B ilə C-nin kəsişməsi nə verir bizə? Üç bucağa görə təbii ki, A verir. Düzdür? A ilə C-nin kəsişməsi üç bucağa görə yenə B verir. Ki bu mötərizənin cavabı nə oldu? B. İndi A ilə da B quruğa görə nə verir bizə? 16. 16. Belə. Amma sualdan gərək nə eləməlisin? İstifadə eləməlisin. Bax, bunu da imtahana salıblara. Bilməm hansı qəbuldur. Və eləməlisiniz.
Sizcə 2-dən 7 necə alıb? 7-dən 22 necə alıb? Asan Yedi. sualdır. Buyurun. 3'e vurup 3'e vurup 1 gəlib. Çünki Bəli. böyüklərə baxsaq görəcəyik ki, 3-ə vurub 1 gəlib. Boşluqları doldurmaya ehtiyac yoxdur. 3-ə vur 1 gəl. O nəyə bizə lazımdır? 13-ü 3-ə vur 1 gəl. Burada da neyniyib? 3'ə 3'e vurub vurup 1 çıxıb 1'e. Məntiq çətin hissə bilirsiz hansı suallardır? Bax 11-ə baxıram. Bax bunlar ki çətin sayılır. Niyə? Bəs müəllim, sətr üzrə də artmır, sütun üzrə də artmır. Mən neyniyim, nə iş görüm? Bax bunlar biraz qəliz suallardır. Heç kim də qınamır. Ola bilər Peki Cemler. sətr, bəli, elə çox vaxt elə o sətrlərin cəmi ola bilər, ola bilsin sütunların cəmi. İndi burada düzdür, hamısı işə yarayır. Hamısının cəmi 30-dur. Sətr və yaxud sütun da ola bilər, 30. Amma heç nəyi bilmək olmur da. Yəni nə qədər sırf bu tənlik yox, tənlik işlədiksə adam öyrəşir. Amma sırf bu sualları nə qədər işləsəz də düşən sualdan asılı. Mən sizə 22-ci ilin bir dənə fevral qəbulunu göstərirəm. Əslində çox sadə sualdır, amma bu qədər mənə sualla gətirənlər olur. Görməyəndə adam görmür da. Nə problemdir? Bir saniyə. 85-ə bir dənə baxın. Cemle'de hiç azalır. Ya Keçəcək. axatım Mənim olmadı, sonra sistemdir də, yoxlamadı. hamısı 20 verir. Adam verir. O vermir. Hərəniz başlığını Yox. yoxlayırsınız, sonra həvəs olmun aşağısını yoxlama. Deyirsiz ki, belə deyim. Müəllim 18-in üstünə 11 gəlir 29 edir. 35-in üstünə Bəli, 20 gəlir Azala 50. sayır. bəli. Allah sizə kiminsə. Bəli, bax buna görə deyim. Görsün indi deyəcəksiniz, ayda müəllim nə asın sual imiş. 11 ilə 18 toplayıb ortaya yazır. 35 ilə Hə. 20-ni toplayıb ortaya yazır. İnanıram ki, xoşunuza gəldi. Bax mən bunu deyirəm də, deyirəm ki, həmin anda ola bilsin. Məsələn, ola bilər Nigarə bunu mən gələn həftə verim, riski baxsın eləyənməsin da. İndi risk adama təb gəlir, birdən gəlmir, belə şeylər olur. Məsələn, burada başqa bir sual düzəltmək olar. Demirəm, ha, alınır, elə belə gördüm indi. 2 ilə 9-u bəlkə sabah imtahanda toplayıb buraya yazacaq. 2 ilə 9-u vurub buraya yazacaq. Ola bilər. Bildiniz nə demək istəyirəm? Bəlkə elə verəcək sabah. Burada alınmır, elə belə deyirəm. 2 ilə 9-u bəlkə toplayıb sağa yazıram, vurub sola yazıram. Yəni cədvəl dərsi belə. Burada cədvəl var idi, düşmüşdü, amma operator cədvəli idi. Qəbul sualdır. Amma operator cədvəlini niyə deyirik? Ortadakı zınaq o demək ki, hamısı eyni olsun. 5 ilə 1-dən 11 alın. 3 ilə 1-dən 7 alın. Almalısınız. 2'ye vururuk 5'i. Üzerine 1 Ay, sağ ol. geldik. Bizim operator qaydamız var. Görsən, hər dəfə işə yarayır onlar. Özümüzdən 2-yə vurduq, üstünə sol gəldi. Düzdür. 2-yə vurduq, sol gəldi. Ayso, yəni bu da bu şəkildə verildi. Belə. Yəni onu demək istədiyim o ki, sırf o cədvəllər var ha, başçı sual. Bu gün burada bu sualı verib, koordinat məsələsi. Bu tərsinə işləmək məsələsi idi. İndi elədiyimizə oxşayır. İndi buranı bilmirəm deyənə tərsinə gedək. Deyir, Y ilə hansı hərf A-nı verir? Y ilə A-nı verən hansı hərfdir bizdə? S-dir. Yəni mötərizənin cavabı bizdə nə olmalıdır? S olmalıdır. Bəs A ilə D nə verir? A ilə D bizdə B verir. İndi sual verirəm. Bunu bilmirəm axı. B ilə hansı hərf aşağıdakı S-ni verər? B ilə hansı hərf S? Nə olmalıdır bu? A olmalı ki, A. B ilə A, S. Və son sual. Y ilə hansı hərf A-nı verir? Y ilə hansı hərf A-nı verir? Bax, belə qalsın. Deməli, bu sualın yerində hansı hərf olmalıydı? S hərfi olmalıdır sualın yerində. Əgər imtahanda nəsə şübhələnsəz, görün mənim düzdür. Bax, nə tapdıq? Biz S tapdıq. Gəlin bir dənə eləyək. İndi A ilə D-nin koordinatı nə verir bizə? A ilə D dedi ki, B verir. Bax, pozdum, bura B yazdım. S ilə Y-nin koordinatı nə verir? S ilə Y-nin koordinatı A verir. Bunu pozdum, A yazdım. B ilə A-nın koordinatı və yaxud A ilə B fərqi yoxdur, S verir. Və ən son S ilə də Y-nin koordinatı doğrudan da A verirmi? Mən də baxıram ki, S ilə də Y-nin koordinatı doğrudan da A verir. Bildiniz? Yəni belə yoxlaya da bilərsiniz. Görüm, düzdür yoxsa səhvdir, orada problem deyil.
Bu şəkildə. Cədvəl deyirəm də, düşən sual tipindən asılıdır. Bax, bu biraz samballı sualdır, amma qrup yoxdursa mütləq bucaqdan istifadə etməlisiniz. Deməli, 4 bucaq, 3 bucaq, 4 bucaq, 4 bucaq, 5 bucaq neçə ilə toplayanda bu? 20. 20-dən sizcə 2 necə alıb? Amma o birini də deyim, ondan sonra deyim mənə. Hə, bir də 22-dən necə 4 alıb? Məncə indi deyə bilərsiniz. 2 üstə 0 gəl. Rəqəmləri Rəqəmləri Anladınız? cəmi. Toplayıb 22-dən 4 rəqəmləri. almaq daha yaxşı idi. O dəqiqə görmək olur. Ümumiyyətlə bucaq varsa, quruq yoxdursa, onsa bucaq sayı istifadə olmalıdır. Yəni o həmişə də belə olur. Yəni cədvəl dərsi biraz məntiq hissəsi elədir. Riyazi hissəsi xeyr, tələbədən asılıdır, tənlikdə başını salıb eləyir. Amma məntiq hissəsi bilmək olmur ki, burada nədir, necədir, hansı formatdadır. Deyirəm, bu da düşmüşdü. 12 də imtahana düşmüşdü. Bunu fərqlən. Yox, bu 12 asandır, bu yox. 2-2 vurub 24 alır. 12 yox. Bir saniyə bir dənə. Hadi bax, bu imtahana düşmüş 4-cü sual. Eləcə toplayıb 2-yə bölüb 15 yazıb. Toplayıb 2-yə bölüb. Məntiq dərsi da götürüb doldurub səhvləri. Belə.